الحمد لله خلق خلقه أطوارا وصرفهم كيف شاء سبحانه عزة واقتدارا أنزل عليهم كتبه وأرسل إليهم رسله إعذارا وإنذارا أحمد ربي وأستغفره إنه كان غفارا وأثني عليه بما هو أهله وأشكره أسبغ علينا نعمه مدرارا وأشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة من يرجو لله وقارا وأشهد أن نبينا محمدا عبد الله ورسوله نصب به الدليل وأنار به السبيل فتبدلت الظلمات أنوارا صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه كانوا على الهدى أعلاما وعلى الحق منارا رضي الله عنهم وأرضاهم مهاجرين وأنصارا والتابعين ومن تبعهم بإحسان ما أعقب ليل النهارا أما بعد محترم مسلمانlar, Allah Taala'dan həqiqi təqva ilə qorxun və İslam dinindən möhkəm yapışın və bilin ki, sizin bədənləriniz və ayaqlarınız cəhənnəmin oduna tab gətirə bilməz və müsəlmanların cəmaatından ayrılmayın və bilin ki, bugün əməl var, hesab yoxdur, sabah isə hesab var, əməl yoxdur. فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ Kim zərrə qədər xeyir iş görərsə, onun əvəzini görəcək. Və kim zərrə qədər şər işi görərsə, pis işi görərsə, onun da əvəzini görəcək. Və bilin, möhtərəm müsəlmanlar, ki, salam vermək qədim sünnələrdən biridir. Bu sünnə Adəm aleyhissalamın vaxtından ta qiyamətə qədər olacaq. Və bu da cənnət əhlinin bir-birinə olan xeyir dualarıdır, salamlarıdır. Necə ki, Allah subhanahu wa ta'ala onlar haqqında buyurur, təhiyyətuhum fiyhə səlam. Cənnətdə onların sözü, onların bir-birini qarşılayanda verəcəyi salam, səlam olacaq. Yəni, bir-birinə salam verəcəklər. Və bu da Peyğəmbərlərin sünnələrindəndir və təqvalı insanların xüsusiyyətlərindəndir. Və indi bəzi insanlar arasında, bəlkə də çox insanların arasında o tərk olunmuş bir şey oldu. Və görürsən ki, yanında müsəlman bir qardaşı görür, lakin ona salam vermir. Bəzilərdə yalnız tanıdığı insanlara salam verirlər. Bəziləri isə təəccüblənirlər ki, kimsə tanımadığı insan onlara salam verəndə. Və bu da Rasulullah sallallahu aleyhi və səlləmin əmrinə müxalifdir. Və buna görə də qəlblər bir-birindən uzaqlaşır. Bir-birinə qarşı cəfa olur. Yəni, necə deyərlər, bir-birinə qarşı isti olmur, soyuyur qəlblər və ixtilaf əmələ gəlir. Halbuki Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurdu, "Lə tədxulul cənnətə həttə tu'minu və lə tu'minu həttə təhəbbu. Əvələ ədullukum alə şeyin izə fəaltumuhu təhəbəbtum, əfşüs sələmə beynəkum." Siz iman gətirmədikcə cənnətə girməzsiniz və bir-birinizi sevmədikcə iman gətirmiş olmazsınız. Mən sizə elə bir şey öyrədimmi ki, siz onu eləsəniz, bir-birinizi sevəcəksiniz, öz aralarınızda salamı yayın. Muslim rivayət edib. Və həmçinin Buxari ilə Muslim rivayət ediblər ki, bir kişi soruşdu Rasulullah sallallahu aleyhi ve sellemdən, hansı İslam daha xeyirlidir? Yəni, necə həqiqi müsəlman olmalıdır, yəni o mənada. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurdu, "Tut'imut ta'am və taqra'us salam alə mən arafta və mən ləm ta'rif." Yemək yedizdirmək və tanıdığın, tanımadığın hər kəsə salam vermək. Və bu hədis də dəlildir ki, müsəlmanlar arasında salamı yaymaq lazımdır. Və o təkcə tanıdığın insanlarla yəni, kifayətlənmək düzgün deyil, yaxud dostlarınla. Və bu ümumən müsəlmanlara aiddir. Ona görə də İbn Ömər radiyallahu anhuma bazara gedirdi hər səhər və deyirdi ki, biz yalnız salam verməkdən ötürü bazara çıxırıq. Və bilin, möhtərəm müsəlmanlar ki, İslam dini ülfət, məhəbbət, əməkdaşlıq dinidir və müsəlmanlar da bir bədən kimi olmalıdırlar. Bir-birini saxlamalıdırlar. Bir-birində hansısa problem olanda kədərlənməlidirlər buna görə. Və bu da ümmət
daima yəni bir-biri ilə əlaqədar olan bir ümmətdir, bir-birinə bağlı bir ümmətdir. Və bu bağlılığı daha da möhkəmləndirmək üçün vasitələr var. Və o vasitələrdən biri də salamı yaymaqdır. Ona görə də görürsən ki, qardaşımı ilk görəndə birinci nə dediyin söz nədir? Salamdır. Esselamu aleykum birinci dediyin sözdür. Yəni, bununla da demək istəyirsən ki, yəni səndən ona zərər gəlməz. Yalnız əminamanlıq, arxayınçılıq olar. Və salam da möhtərəm müsəlmanlar, müsəlmanların həm dünyadakı salamıdır, həm axirətdəki. Ona görə də müsəlmanlara bu şey əmr olundu və hətta Allah subhanahu wa ta'ala da cənnətdə onlara salam verəcək. Salam deyəcək. Necə ki Allah Taala buyurur: "Selamun qawlan min Rabbir Rahim." Onlara mərhəmətli Rəbdən salam sözü gələcək. Yəni cənnətə girəndən sonra Allah subhanahu wa ta'ala özü salam deyəcək ona. Təkcə mələklər yox. Ona görə də salamın mənası odur ki, sən dua edirsən. Kimə o salamı verirsən, onun üçün xeyir dua edirsən. Allah Taala'dan ona salamatçılıq diləyirsən bütün şərlərdən. Və həmçinin Əs-Səlam Allah Subhanahu wa Taala'nın adlarından biridir. Gözəl adlarından biridir. Necə ki Allah Taala buyurur: "Huvallahu'l-lezî la ilahe illahu el-melikul kuddusus-selam." O Allahdır ki, ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O şahdır, müqəddəsdir və səlamdır. Və sabitdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fərz namazını qutarandan sonra 3 dəfə Allahdan bağışlanma dilirdi və sonra da deyirdi: "Allahumma entəs-səlam və minkəs-səlam, təbarəkdə ya zəl-cəlali vəl-ikram." Allahım, sən salamsan və səndən salam gəlir. Sən mübarəksən ey cəlal və ikram sahibi. Müslim rivayət edib. Və İbn Məsud radiyallahu anh deyir ki, biz Rasulullah s.ə.v-lə bir yerdə namazı qılırdıq və deyərdik namazda: Allaha onun bəndələrindən salam olsun, filan kəsə və filan kəsə salam olsun. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizə dedi: "La təqulus-səlamu alallah, fə innəllahə huvəs-səlam." Deməyin Allaha salam olsun, çünki Allah Taala özü salamdır. Və bu adın, yəni Allah Taala'nın Əs-Səlam adının mənası odur ki, nöqsanlardan və eyiblərdən salamatdır. Onlardan uzaqdır. Və İbn Məsud radiyallahu anh burada bu hədisdə xəbər verir ki, namazda təşəhhüd fərz olmamışdan qabaq onlar deyərdilər: "Salam olsun Allaha, onun bəndələrindən, salam olsun Cəbrailə, Mikailə və s. Və lakin Rasulullah s.ə.v bunu qadağan edib və deyib ki, deməyin Allaha salam olsun, çünki Allah Taala özü salamatdır. Ona görə də Allaha salam olsun sözünü demək haramdır və tövhidi azaldır, tövhidə xələl getirir. Və hikmət ondadır ki, Allah subhanahu ta'ala özü-özündən, yəni bütün nöqsanlardan, eyiblərdən uzaqdır. Və sən deyəndə ki, salam olsun Allaha, sanki Allah Taala'da hansısa bir nöqsan var, istəyirsən o nöqsanı doldurarsan. Və Allah subhanahu ta'ala əksinə başqasına salamatçılığı bəxş eləyir və salam verir başqasına. Bəndələr isə fağırdılar, möhtacdılar. Əksinə onlar özləri Allah Taala'dan salamatçılığı diləyirlər, bütün şərlərdən, bütün pisliklərdən. Amma Allah subhanahu ta'ala ehtiyacsızdır, zəngindir, heç kəsə onun ehtiyacı yoxdur. Ona görə də Allah subhanahu ta'ala'dan istənilir. Allah üçün heç nə istənilmir. Yəni, heç nə deyə bilməzsən, Allah üçün belə bir şey olsun və s. Və həmçinin Allaha dua edilir və Allah üçün dua edilmir. Və o zəngindir. Göylərdə və yerdə nə varsa hamısı onundur. Və o bütün şəriklərdən, bütün nöqsanlardan salamatçılıqdadır. Yəni, salimdir. Yəni, heç bir salamatçılıq onda yoxdur. Və hər bir salamatçılıq, hər bir rəhmət ona məxsusdur və ondan gəlir. Və o onun sahibidir və o şeyləri bəxş edən də odur. Ona görə də mümkün deyil Allah Taala'ya salam vermək. Düzgün deyil. Və əksinə o özü öz bəndələrinə salam verir və o özü salamdır və ondan salam gəlir. Ondan başqa ilah yoxdur və ondan başqa Rəbb də yoxdur. Ona görə də müsəlman gərək Allah subhanahu ta'ala'ya təzim göstərsin. Onun bütün ona layiq olmayan sifətlərdən uca tutsun. Və ona görə də deməsin ki, salam olsun Allaha. Ondan gərək insan çəkinsin.
Və bilin, möhtərəm müsəlmanlar ki, Allaha və Rəsuluna sallallahu aleyhi ve sellem itaət eləmək böyük bir faydalar insana verir. Və xüsusən də əgər insan itaətkar bir quldursa, Allah Taala'dan qorxan, təqvalı bir insandırsa, bilsin ki, ona bütün namaz qılanlardan ona salam gəlir. O salamdan ona da pay düşür. Amma asi olan insan o xeyirdən məhrumdur, o duadan məhrumdur öz günahlarına görə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "İzə qa'ada ahadukum fi's-salati felyaqul: Ə't-təhiyyatu lillahi ve's-salavatu ve't-tayyibat. Esselamu aleyke eyyuhen-nebiyyu və rahmetullahi və berekatuh. Esselamu aleyna və ala ibadillahi's-salihin. Fe innekum izə fa'altum zalika faqad sallamtum ala kulli abdin lillahi salihin fi's-semai ve'l-ard." Sizdən biriniz namazda oturanda, yəni təşəhhüddə oturanda desin, bütün xeyirli sözlər, bütün namazlar və bütün yaxşı əməllər Allah üçündür. Salam olsun sənə ey Peyğəmbər və Allahın rəhməti və bərəkətləri. Salam olsun bizə və Allah Taala'nın əməli salih bəndələrinə. Və əgər siz bunu desəz, Peyğəmbər s.ə.v buyurur ki, əgər siz bunu desəniz, bu cümlə ilə siz bütün yerdə və göydə nə qədər salih bəndə var, hamısına o cümlə çatar. Yəni, salam olsun bizə və Allahın salih bəndələrinə. Göydəkilər də mələklərdir, yerdəkilər də möminlərdir, insanlardan və cinlərdən olan möminlərdir. Ona görə insan əməli salihdirsə, ona o salamdan, o xeyir duadan ona da düşür. Ona görə mühtərəm müsəlmanlar, Rəbbimizə itaət eləyin, öz aralarınızda salam yayın və Allah subhanahu wa ta'ala buyurur: "Tahiyyatuhum yawma yalqawnahu salam və a'adda lahum ecran kerima." Allahla bəndələrin görüşəcəyi günündə onların sözü salam olacaq və Allah Taala onlar üçün yaxşı bir əcr hazırlayıb. Və barakallahu li və lakum fil Qur'anil azim və nafa'ani və iyyakum bima fihi minal ayati və zikril hakim. وأقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه وتوبوا إليه إنه هو الغفور الرحيم. الحمد لله عز وجل له الأمر ومنه الخير تبارك الذي بيده الملك وهو على كل شيء قدير وأشهد أن لا إله إلا الله وحده لا شريك له تقدست أسماؤه وتباركت آلاؤه فسبحان الذي بيده ملكوت كل شيء وإليه ترجعون وأشهد أن نبينا محمد عبده ورسوله أعز نفسه بالخضوع لربه وأعلى مكانته بالتواضع لجلال خالقه صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا أما بعد. Möhtərəm müsəlmanlar, salam vermək göstərir ki, müsəlman öz qardaşına qarşı təvazökardır və öz qardaşını sevir. Və həmçinin salam vermək insanı belə xəstəliklərdən qurtarır, baxıllıq kimi, kin kimi, təkəbbürlü kimi. Və bu da müsəlmanların bir-birinə qarşı olan haqqıdır. Və səbəbdir ki, müsəlmanlar bir-birini bununla tanıyırlar, bir-birinə yaxınlaşırlar, daha da çox bir-birlərini sevirlər. Və həmçinin savab qazanmaq üçün yaxşı bir vasitədir və cənnətə daxil olmaq üçün. Və həmçinin Rasulullah sallallahu aleyhi ve sellem sünnəsini canlandırmaq üçün, onu ihya etmək üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Xamsun təcibul el-muslimi alə əxih." 5 şey müsəlmana haqdır öz qardaşına qarşı. Raddus salam və təşmitul atis və icabetul da'va və iyadətul mərid və ittiba'ul cənaiz. Salamı qaytarmaq, o birincisi. İkincisi, askırana yarhamukallah demək, əgər o elhamdülillah deyibsə. Üçüncüsü də dəvəti qəbul eləmək, sözsüz ki, əgər dəvətdə günah bir şey yoxdursa. Dördüncüsü, xəstəni ziyarət eləmək və beşincisi də cənazənin arxasınca getmək, yəni dəfn mərasimində iştirak eləmək. Müslim rivayət edib. Və həmçinin Ənəs radiyallahu anh öz oğluna nəsihət edərkən buyurur ki, evinə girəndə birinci ailəvə salam ver. Bu, həm sənin üçün, həm onlar üçün bərəkət olacaq. Və ən fəzilətli salam forması Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Onun əcri hədisdə gəldiyi kimi 30 savab qazanır insan bunu deyəndə. Ondan biraz az Əssəlamu aleykum və rəhmətullah.
Ona görə 20 savab qazanır. Və Əssəlamu aleykum da desə kifayətdir və o da 10 savabdır. Və əgər kafir müsəlmana salam deyirsə, alimlər bu barədə ixtilaf ediblər. Bəzilər dedilər ki, yəni çoxsu demək olar ki, dedilər ki, və aleykum sözü kifayətdir. Yəni deyirsən, qaytarırsan ona özünə. Bəzilərdə Şeyx İbn Hüseymin məsələn, rahiməhullah, demişdi ki, əgər sən açıq-aşkar işitirsən ki, o sənə salam sözü deyir, başqa söz demir, onda elə onun verdiyi kimi ona qaytarmalısan. Amma əgər eşitmirsən yaxşı, yəni elə öz burnunun altında nəsə deyir, ola bilsin ki, səni söyür, ya sənə qarşı bəddua edir. Necə ki, Yahudilər Peyğəmbər s.ə.və qarşı bəddua edirdilər. Onda və aleykum deyirsən, əgər yaxşı söz deyibsə, ona qayıdacaq. Əgər pis söz deyibsə, yenə də ona qayıdır. Və lazımdır, möhtərəm müsəlmanlar, salam əgər verilibsə sənə, salamı necə verilib, o cür qaytararsan, ya da ondan daha yaxşı bir salamla. Yəni, məsələn, sənə verilib, Əssəlamu aleykum, yaxşıdır ki, yəni, vacibdir ki, və aleykumussalam deyəsən, ya da daha yaxşıdır ki, artırasın, və aleykumussalam və rəhmətullah, yaxud və rəhmətullahi və barakatuh. Yaxud Əssəlamu aleykum və rəhmətullah deyilibsə, yaxşıdır ki, ondan çox qaytarasın, və aleykumussalam və rəhmətullahi və barakatuh. Amma ondan az qaytarmaq olmaz. Yəni, kimsə sən salamu aleykum və rəhmətullah desə, və aleykumussalam düzgün deyil. Çünki Allah subhanahu wa ta'ala buyurur, فَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللّٰهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا. Sizə salam veriləndə ya o qədər qaytarın, ya da ondan yaxşısı ilə cavab verin. Çünki Allah Teala hər bir şeyi sayır. Və bir möhtərəm müsəlmanlar ki, kiməsə əgər salam verilibsə, o gərək mütləq cavabını versin. Bu vacib olur Rasulullah s.ə.v-in sünnəsinə görə. Və Əbu Səid Əl-Xudri radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v buyurdu, İdə əbeytum illəl məclis fə'a'tut tariqə haqqa. Əgər mütləq yolda əyləşmək lazımdırsa, oturmaq lazımdırsa, yolun haqqını verin. Dedilər ki, yolun haqqı nədir ya Rasulallah? Dedi, qaddul basar və kəfful əzə və raddus salam və əmru bil ma'ruf və nəhyü anil munkar. Gözləri aşağı salmaq, yəni haram olan şeylərə baxmamaq, heç kimə əziyyət verməmək, salamı qaytarmaq, yaxşı işlərə insanları təşviq eləmək, pis işlərdən çəkindirmək. Buxari ilə Müslim rivayət ediblər. Və İmam Nəvavi rahimehullah deyir ki, salamı birinci vermək sünnədir. Onu qaytarmaq isə vacibdir. Və əgər salam verən bir qrup insandırsa, onlardan bir nəfər salam versə kifayətdir. Buna da deyirlər sünnətül kifayə. Yəni bir nəfər bu, tutalım ki 10 nəfərdir, gəlirlər bir qrup insan. Onlardan biri kiminsə yanından keçəndə salam versələr, yəni hamına yəni savab aid olacaq. Və əgər salamı qəbul edən insan təkdirsə, ona salam qaytarmaq vacibdir. Və əgər bir qrup insandırsa, tutam ki 10 nəfər oturublar, kimsə gəlir onlara salam verir, onlardan biri cavab qaytarsa, və aleykumussalam desə, kifayətdir, başqalarına günah yazılmaz. Çünki bu qaytarmaq fardul kifayədir, yəni fardu ayn olmur bu halda. Və əgər hamı salam versə və hamı qaytarsa, bu daha qəşəngdir, daha gözəldir, daha savabı çoxdur. Yəni 10 nəfər gəlibsə, hərəsi salam aleykum desə, və 10 nəfər eşidibsə, hərəsi qaytarsa, məsəl üçün, o yaxşıdır. Yəni, hərəsinə ayrıca savab yazılır. Və ona görə də möhtərəm müsəlmanlar, çalışın, bir-birinizə salam verin. Çalışın, bir-birinizə ixtilafa səbəb olan şeylərdən çəkinin. Çalışın, qəlbimizdə bir-birinizə qarşı kin və s. olmasın və Allah subhanahu ta'ala bizi bu cür insanlardan eləsin. Allah subhanahu ta'ala bizi cənnətdə girməyə müvəffəq eləsin. Özü də salamat girməyə, yəni cəhənnəmdən yox, birbaşa cənnətə girməyə bizə qismət eləsin Allah subhanahu ta'ala. Allah subhanahu ta'ala günahlarımızı bağışlasın. Allah subhanahu ta'ala bizə haqqı haqq, batili batil göstərsin. Allah subhanahu ta'ala
xəstələrimizə şəfa versin. Allahumma izzəl İslam və muslimin və adillə şirkə və müşrikin və dəmmir a'da'ad-din və ec'al hadal bələdə aminan mutma'innan və sairə biladil muslimin və sallallahu və səlləm və barak alə seyyidina Muhammedin və alə alihi və sahabətihi əcma'in və aqimis salam. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.